Salam əleykum. Mən bir şikayətimi ya hadisəni paylaşmaq istəyirəm. Bu mənim başıma Lənkəranda gəlib dəfələrlə, amma mən əminəm ki, bu başqa rayonlarda da baş verir. Yəni söhbət reklam agentlərindən gedir. Belə dırnaq arası güya marketinqlə məşğul olurlar. Baxın, Bakıda da reklam agentləri var, gəlirlər, reklam listləri paylayırlar və yaxud da ki, marketinqlə məşğuldurlar və qapını döyürlər. Sən yox deyirsən, sağ ol və s. çıxıb gedirlər. Amma kənddə elə deyil. Bilirsiniz, gəlirlər, balaca uşaqlardır, deyək ki, 17, 18, bəlkə 20 yaşında qızlardır. Həyətə girirlər icazəsiz və başlayırlar. Evdə böyük kimdir? Sənə demirlər ki, nə üçün gəliblər həyətə və soruşursan nə lazımdır, deyir ki, evdə kim var, evdə böyük kimdir, neçə insansız, sən şəxsi məlumatları ala bilməzsən. Mən başa düşmürəm, bu şirkətlərə kim belə hüquq verib, kim belə haqq verib ki, bunlar bu səviyyədə danışırlar. Mən bir dəfə o vaxt olanda çox əsəbi oldum, yəni doğrudan indi də mən bunu danışanda əsəbləşirəm. Bir xanım gəldi və mübahisə eləyir ki, sən kobud danışırsan, mənə deyir və mən, çünki bu kobud danışmağıma səbəb də dəfələrlə eyni dialoqu, sizə nə lazımdır? Evdə kim var? Sizə nə lazımdır? Evin böyüyü kimdir? Və bu dialoq bəlkə 10 dəfə təkrarlanandan sonra mən kobud danışdım. Daha doğrusu bəlkədən danışdım ki, sənə nə lazımdır? Nəyə gəlmisən bura? Və o, sən çox kobud danışırsan və s. dedi və mən də anlattım ki, sən bizim həyətə girmisən. Bu mənim evimin içidir, həyət olsa da sən gəlmisən və icazəsiz və hətta tələb də eləyirsən. Heç bir şey lazım deyil. Su da içmirik, heç nə lazım deyil. Və bu dəfə də rayonda olanda bir kiçik qız gəldi, yenə də həyətdə itiniz varmı, uzaqdan danışdırəm, nə lazımdır? Bilirəm indi reklam, mən də gülə-gülə görürəm, balaca uşaqdır. Yox, itiniz var, mən uzaqdan danışmaq istəmirəm. Deyirəm, nəsə satırsınız, nəsə reklam eləyirsiniz, ehtiyac yoxdur xanım, bizim vaxt yoxdur. Yenə dəfələrlə, yenə eyni sualı, evinizdə kim var, evin böyüyü kimdir uzaqdan? Mən bu dəfə gülə-gülə onun dediyini mən də təkrarladım. Gördüm, xanım özü əsəbləşir. Çünki o sual verir, mən də onun cavabını, onun verdiyi cavablar kimi təkrarlayıram. Gördüm, ona da xoş gəlmir. Və dedim, axırda ki, nə üçün gəlmisinizsə, bizə lazım deyil. Və mən Bakıya qayıtdım və o gün həyətə yenə gəliblər uşaqlar, nə bilim, qida ilə əlaqəli hansısa şirkətdən və getmək istəmirlər. Anama, 75 yaşında qadına deyirlər, evin böyüyü kimdir? Evdə neçə insan var? Bu nədir şəxsi məlumatları yığmaq? Bu nə məqsəddən? Belə reklam olmur. Əvvəla, mən bunu 23-cü ildə olanda elə belə paylaşmışdım o vaxtı. Orada yəni bəzi qüvvələr vardı, hansı ki, elə bil icra hakimiyyəti nümayəndələri yəni bunu gördülər. O doğrudan itdi. Yəni ki, ola bilsin qarşısını aldılar. İndi yenə də yəni başlanılıb bu ikinci dalğadır. Biz indi həyət qapımızı açıq saxlamayaq. Kənddə yaşayan insanlar qapını kilitləmir. Yəni həmişə açıq saxlayırıq ki, qohum-əqraba bir-birinin evinə gedir, ya tanış, ya nə isə. Amma belə şeylərin əlindən indi həyat qapısı bağlı qalsın. Yəni mən başa düşmürəm bunlara, bu necə reklamdır, kim belə hüquq verib, kim belə haqq verib bunlara. Mən bunu paylaşmaqda məqsədim də ümumiyyətlə, yəni qoy elə bütün qanuni qüvvələr də eşitsin ki, bunu ki, belə reklam olmaz. Bizim şəxsi mülki ayağını qoyan insan ilk öncə icazə almalıdır, qapını döyməlidir və qapını döyürsə, okey, deyək ki, kənd evidir, həyətə girdisə, həyətdə bir icazə almalıdır ki, ev yiyəsi səninlə danışmaq istəyirmi? Sənin o qabalığına, o Azərbaycanca nə naqlı olmağına sənə kim belə hüquq verib? Bu necə marketinqdir? Belə marketinq olmur. Yəni bu, mən indi şifahi olaraq bunu bildirirəm. Əgər mən bir də olsa artıq yazılı şəkildə mən bütün instansiyalara bunu şikayət eləyəcəyəm. Yəni bu özbaşınalıq dayanmalıdır. Belə marketinq olmaz.